Usikum və nəfsi bitəqvallah. Həm sizi, həm özümü ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Gizlin və aşkar Allahdan qorxmağı hər birimizə tövsiyə eləyirəm. Birinci xütbəmizdə mən son illər hamımızın çox eşitdiyimiz bir kəlmə və onun mənası və İslamda olan yeri barədə danışmaq istəyirəm. Bu kəlmə tolerantlıq kəlməsidir. Son illər tez-tez eşidirik, bəzən mənasını bilirik, bəzən də bilmirik. Nədir bu tolerantlıq? Və ümumiyyətlə, tolerantlığın dində yeri varmı? Vardırsa da dində necə başa düşülür? Qısa şəkildə buna cavab verim. Tolerantlıq, yəni dini dözümlülük. Dinin özündə dözümlü olmaq yox ha, başqa dinlərə qarşı dözümlü olmaq. Yəni, başqalarının sahib olduğu inanca və əqidəyə qarşı dözümlü yanaşırsan. Heç kimi əqidəsindən dolayı təhqir etmirsən, zorakılığa məruz qoymursan. Avropada uzun sürən müharibələrdən sonra 16-cı və 17-ci əsrlərdə tolerantlıq başladı nəzəriyyə olaraq formalaşmağa. Məsələn, 1618 və 1648-ci illərdə Avropada 30 illik müharibə getdi. Ən qanlı qırğınlardan biri hesab olunur. Həmin böyük müharibə böyük itkilərə səbəb oldu və o müharibənin təməlində də din dayanırdı. Yəni, dini fərqli insanların bir-birinə dözümsüzlüyü səbəbindən yaranmışdı müharibə. Minlərlə insan həlak olmuşdu. Yəni, fərqli dini inancı bölüşən insanlarla mübarizə aparmışdılar həmin müharibədə və həmin müharibə ərəfəsində ondan sonra Avropanın mütəfəkkirləri, xüsusən məsələn İngilis filosofu var, John Locke, oturdu düşündülər ki, bunlar, hansı ki o John Locke liberalizmin atası da hesab olunur. O dedi ki, ilk dəfə olaraq tolerantlığı siyasi bir prinsip kimi ortaya atdı. Və Avropa 17-ci əsrdə tolerantlıqla tanış olarkən ki, indi başa düşdülər ki, başqasının inancına dözümlü yanaşmaq lazımdır. Adamdır da belə düşünə bilər, bu məzhəbdə ola bilər, bu dini dünya görüşünə sahib ola bilər. Ona dözümlü yanaşmaq lazımdır. 17-ci əsrdə bunu başa düşəndə Avropa, ondan 1000 il əvvəl İslam dini həmin tolerantlığı praktiki olaraq tətbiq eləmişdi. Praktiki olaraq bu artıq İslamda var idi. Misal üçün Mədinə müqaviləsi. Peyğəmbər sələvatullah Mədinəyə hicrət edəndə, Mədinədə müsəlmanlarla müqavilə bağlayanda həm də qeyri-müsəlmanlarla müqavilə bağladı. Həmin Mədinə müqaviləsinin təməl prinsipi bu idi ki, Mədinədə yaşayan insanlar bərabər hüquqludular. Mədinədə yaşayan xristiyan da, yahudi də və digərləri də bərabər hüquqa malikdilər. Yəni, nə zamana qədər ki, siz xristiyanlar, siz yahudilər, siz bütpərəstlər, o birisi, bu birisi bizə hücum etməyəcəksiniz, bizim əleyhimizə iş görməyəcəksiniz, bizim əleyhimizə müşriklərlə əlbir olmayacaqsınız, biz də sizə toxunmayacaq. Bu Peyğəmbər səllavatullahın ilk dəfə Mədinədə bağladığı müqavilələrdən biri idi ki, Mədinədə yaşayan hər kəs öz dinini sərbəst yaşaya bilərdi. İcazə verilirdi ona. Təbii ki, o dövrdə müsəlman dövlətləri yaranandan sonraki fəthlər başladı. Həmin fəthlərdə də, bax, məsəl üçün, Azərbaycan müsəlmanlaşdı. Məgər Azərbaycan müsəlmanlaşanda, müsəlman Azərbaycandakı öncədən mövcud olan Alban kilsələrini söktülər? Xeyr, bugünə qədər qalıb o kilsələr. Xristiyanlara toxunulmadı. Onlardan sadəcə dövlət üçün vergi aldılar. Yəni, bu dövlətdə yaşayırsansa, vergi verməlisən ki, bu dövlətdə səni qoruyacaq, bu əskərlər səni qoruyacaq. Yəni, dövlətin ümumi prinsipi var da, idarə etmədə vergi məsələsi var. Yəni, xristiyanları məcburən müsəlmanlaşdırma deyilən bir şey olmadı. Azərbaycanda xüsusən bu olmayıb.
Heç bir xristiyan Azərbaycanda məcburən müsəlmanlaşdırılmayıb, onların kilsələri sökülməyib, onlara qarşı dözülməz bir hal yaşanmayıb. Sadəcə qayda buydu ki, bizimlə işin olmasın, bizə qarşı, müsəlmanlara, İslama qarşı heç bir kənar bir yad təhlükə ilə əlbir olmayacaqsan. Olsun cəzalandıracaq, olsun qabağı alacaq ki, bu da tam hüquqla insanın boynuna düşən vəzifədir. Bura heç kim bizə qarışa bilməz ki, mən sənə qarşı iş görürəm, sən sakit deyəm. İslam tolerantlığı praktiki olaraq tətbiq elədi ki, mənə dəymə, mən də sənə dəyməyəcəm. Amma İslamın əleyhinə iş görməməyə şərti ilə dediyim kimi. Və Mədinəyə hər hansı bir xarici hücum olardısa, Mədinə müqaviləsinə görə bütün dinlərin nümayəndələri birləşib Mədinəni müdafiə eləməli idilər. Düzdür, sonradan bunu pozdular. Mədinədə yaşayan qeyri-müsəlmanlar tərəfindən bu müqavilə pozuldu. Uca Allah Quran-ı Kərimdə Ali İmran surəsinin 64-cü ayəsində bizim üçün bir ayə nazil eləyib ki, o ayə kitab əhlinə müraciətdir. Kitab əhli deyərkən, yəni İslamdan öncəki peyğəmbərlərin gətirdiyi səmavi dinlərə inanan insanlar. Təbii ki, bütün dinlərin hamısının təməl prinsipi eynidir. Sonradan müəyyən təhriflər və dəyişikliklərə məruz qalıb adlandırılıblar. Amma təməldə hamısı tövhid prinsipi üzərində qurulan ilahi dinlər olub. Quran-ı Kərim buyurur, qul, peyğəmbər, de, yə əhləl kitab, ey kitab əhli, xristiyanlar, yahudilər, ey kitab əhli, təaləv ilə kəlimətin səvain beynənə və beynəkum, ey kitab əhli, sizinlə bizim aramızda olan eyni kəlməyə tərəf gəlün. Diqqət eləyin, sizinlə bizim aramızda olan eyni kəlməyə tərəf gəlün. Əllə tə'budə illəlləh və lə nüşrikə bihə şeyən. Və heç bir zaman Allahdan qeyrisinə ibadət etməyin və Allaha da heç bir şey şərik qoşmayın. Bu ayələr Allahın əhli kitaba müraciətidir. Allah əhli kitabı hər iki dinin ortaq bir cəhətinə iman gətirməyə dəvət eləyir. Fikir verin. Ortaq nöqtə ətrafında birləşməyə dəvət eləyir. Sən öz dinində qal, amma ortaq nöqtədə birləşirik. Başqa bir ayədə buyurur, Ləkum dinukum vəliyədin. Sizin dininiz özünüzə, mənim dinim özümə. Və lə əntum lə tə'budun. Yəni, mən sizin ibadət etdiyinizə ibadət etməyəcəm. Başqa ayəsində də buyurur ki, siz də mənim ibadət etdiyimə ibadət etməyəcəksiniz. Sizin dininiz özünüzə, bizim dinimiz özümüzə. Bu ayədə də buyurur ki, ortaq kəlmə var da, ortaq kəlmələr. Allaha ki, qəbul edirik, hamımız, bütün səmavi dinlər. Gəlin o ortaq kəlmədə birləşək və bu ayədən də görürük ki, tolerantlıq və mehribançılıq bir dəyər ətrafında olmalıdır. Sən xristiyansan, mən müsəlmanam, o birisi bir başqa dinin nümayəndəsidir. Hamımız Allah pərəst kimi özümüzü təqdim edirik, biz Allaha ibadət edirik. Gəl elə o ibadət etdiyimiz Allah məsələsində dəyərli kimi, bir Allahı dəyər kimi onun ətrafında birləşək, qırmayaq bir-birimizi. Və xüsusən də bu bugün tətbiq olunmalıdır. Əgər Allah kitab əhlinə deyirsə ki, gəlin bir fikrin ətrafında birləşək, gəlin o fikrə tərəf. İndi siz təsəvvür edin, müsəlman öz müsəlmanı arasında necə əməl eləməlidir buna? Yəni, bugün insanların bir-birinə anlayış göstərməsinə ehtiyac daha çoxdur. Anlayış göstərməyə ehtiyacı var. Kimisə dəyişmək cəhdləri çox zaman uğurlu nəticə vermir, əksinə ciddi problemlərə yol açır. Yox, mən bunu eləyəcəm özüm ki, bu gərək məndən olsun, məni kimi olsun. Olmayanda olmur. Sən hələ özünkini saxla, hələ qoy qalsın hələ səninki kimi. Sən hələ müsəlmanı qoyma müsəlmanlıqdan çıxsın, qoyma abrı getsin, qoyma getsin günaha bura bulaşsın. Bugün mən fikir verirəm, öz içimizdə en qədər problemi ola. Bizimkilər durub kimisə müsəlman eləmək istəyir. Şiyə durub öldürür özün, gərək filan kəsləri şiyə eləyim. Ya məsələn, əhlüsünnə öldürür özün, gərək filan kəsləri əhlüsünnə eləyim. Hələ biz öz içimizdəki problemləri, öz şiyələrin yaratdıqları problemi, əhlüsünnə öz əməl eləyirəm. Əli əleyhissalamın dediklərini əməl eləyirəm. Yoxsa mən Əli əleyhissalamın vilayəti adı altında öz arxa planda olan boşluqlarımı bununla doldurmaq istəyirəm. Ona görə də
Bugün bir neçə müsəlman ölkəsində çox qədim tarixə malik məbədlər qorunub saxlanılır. Xristian məbədləri qorunub saxlanılır. Bunlar hamısı nəyin nəticəsidir? Müsəlmanlar dağıdıb tökməyiblər. Ağıllı müsəlman liderləri, ağıllı müsəlman alimləri heç zaman dağıdıb tökməyiblər. Radikalları çıxmaq şərti ilə onlar hər dinin tərkibində olub. Onlar məhvedicidir. Onlar dağıdıcıdır, onlar virusdur. Və bizim ölkəmizin içərisinə onlar girəndən sonra sünni və şiə arasında ciddi problemlər yarandı. Onlar qatdı aləmi bir-birinə. Kənar təsir həmişə bizi bir-birimizə düşmən eləmək üçün maraqlıdır. Amma nə vaxta qədər ki, bu kənar təsirlər yox idi, millət heç fərqində deyildi ki, sünni, şiə, bir-birimizi belə deyək də, adlandıraq müəyyən adlarla, ögey baxaq bir-birimizə qarşı bir fikir səsləndirək, bir-birimizi küfürdə ittiham eləyək. Haçan görsənmişdi bir sünni şiəni kafir bilsin, bunlar gələnə qədər. Bunlar gəlib içimizə sızıb, bir-birimizin gözündə bir-birimizi kafir elan eləyənə qədər. Mən də adlarını çəkmirəm o cərəyanların, bilirsiniz söhbət hansı cərəyanlardan gedir ki, onlar bu milləti bir-birinə düşmən eləmək üçün maraqlı idilər. Din adı altında, tövhid adı altında, güya bunlar şirkdən təmizləyirlər dini, halbuki daha da milləti öz mədəniyyətindən, min illik ənənələrindən uzaq salmağa çalışırdılar. İkinci xəlifənin zamanında Qüds müsəlmanlar tərəfindən fəth olundu, ən müqəddəs şəhərlərimizdən biridir Qüds. Allah hamımıza o gözəl şəhərdə namaz qılmağı, Beytül-Əqsada namaz qılmağı nəsib eləsin inşallah. Həmin Beytül-Müqəddəsdə, Qüds şəhərində müsəlmanlar fəth elədilər. Orada bilirsiniz də, xristiyanların və yahudilərin ən müqəddəs, ümumiyyətcə 3 din üçün Qüds şəhəri çox müqəddəs şəhər hesab olunur. Həm yahudilikdə, həm xristianlıqda, həm də İslamda. Həmin Qüds şəhərində xristianların böyük məbədləri var idi. Çünki Həzrət İsa əleyhissalam o şəhərdə yaşamışdı, həmin vilayətdə yaşamışdı. Orada onun başına müəyyən zülmləri gətirmişdilər. O proseslər orada baş vermişdi. Həzrət İsa əleyhissalam həyatını orada yaşamışdı. Həmin şəhərdə xristianların məbədləri var. Bu dəqiqədə qalır. Xristianlar bir növ həcc əməllərini yerinə yetirmək üçün, bizim misalla desək, rahat başa düşək də, xristianların da özünə məxsus həcc əməlləri var misal üçün. Onlar onu gəlib Qüdsdə yerinə yetirirlər. Həmin o Qüds şəhərində xristian məbədlərinə müsəlmanlar icazə verdilər ki, xristianlar gəlib öz dini, ayinlərin icra eləsinlər. Nəcran xristianları gəldi Mədinəyə Peyğəmbərlə görüşməyə. Peyğəmbər məscidin yaxınlığında, hətta bir tarix yazır, məscidin daxilində bir küncdə icazə verdi xristianlara ki, həmin xristianlar o məsciddə ibadət etsinlər, hansı ki müsəlmanların bəziləri Peyğəmbərə qarşı çıxdı. Ki, ya Rasulallah, bu nə deməkdir? Məsciddə gələcək xristian ibadət eləyəcək. Diqqət edin, Peyğəmbər icazə verdi. Mədinədə yaşamaqlarına icazə verdi. Onlarla danışıq apardı, oturdu. Yaxşı, indi ki, gəlmişsiniz sual verməyə, bəhs eləməyə, Peyğəmbər müzakirə elədi, onlarla bəhs elədi. Görəndə ki, anlamırlar, Allah əmr verdi, çıx mübahiləyə. O da qarşılıqlı mübahilədir. Görək Allah kimin tərəfindədir, aşkar olsun. Sözümün canı odur ki, müsəlmanlar başqa dinlərin nümayəndələrinə problem yaratmırdılar. Bir halda ki, öz yanlış əqidəvi müsəlmanın içinə salmayasan, İslam əleyhinə təbliğat aparmayasan və cəmaatın əxlaqının dəyişməsinə, əqidəsinin dəyişməsinə səbəb olmayasan. Vəssalam, bura qədər öz dinini yaşayırsan, yaşa. Sən heç kim söz deməyəcəkdi İslam aləmində. Bir yerə qədər ki, İslam əleyhinə getməyəsən. Öz dinini İslamdan üstün göstərməyəsən. Deməyəsən, İslam batildir. Yəni, bu sözü işlətmə, öz dinini yaşa da, İslam sənə nə deyəcək ki? Və bizim mühüm problemimiz budur ki, biz bir-iki dənə pis nümunəyə görə bir topluma, üzr istəyirəm, düşmən ola bilirik. Və bu çox problemlidir. Məsəl üçün, mənə başqa bir əqidənin sahibi, bir nəfər, iki nəfər, ya üç nəfər mənə pislik eləsin. Mən durub bilirsiniz nə edirəm? Mən deyirəm ki, ümumiləşdirirəm. Deyirəm, bax, bütün xristianlar pisdir. Nə var ki, xristian mənə pislik eləyib məsələn. Bu yanlış şey daxil. Sabah həmin şey sənin özünə eləyəndə başlayırıq, əlimizi qoyuruq başımıza ki, aydat. Gəlir, deyir ki, qardaş, gələ, bu da sənin şiyon, gör nə eləyir məsələn. Göstərir sənə bir dənə bir lazımsız bir hərəkəti də düz. Deyir, bu onda bütün şiyələr belədir. Sən də başlayırıq, mən də başlayıram ki, yox, elə deyil.
Biz elə deyilik, bizim alimlərimiz var, yaxşı, bizim kitablarımız var, bizim əqidə belə, bizim əqidə belə. Deyir, yaxşı, necə olur, sən bir-iki nəfərə görə bütün əqidəni ümumiləşdirib pis eləyə bilirsən, indi biz sənə deyəndə niyə acığa gəlir? Ona görə heç vaxt pis nümunələrə görə bütöv ümumiləşdirib nəticə çıxartmaq olmaz. Bu tolerantlığa ziddir və bu aləmi qatır bir-birinə, insanları bir-birinə düşmən eləyir. Və biz o dini cərəyanı qəbul eləmirik ki, o gəlir illərdir ölkəmizdə mövcud olan mehriban dini mühiti, dözümlü dini mühiti, bir-birimizə qarşı necə həmişə mehriban yaşamışıq, qırmamışıq bir-birimizi, məscidlə, sinagogla kilsə yanbayan olub Bakıda, yanbayan olub, indi də var. Bu ənənə qalmalıdır, yaşamalıdır, bu tolerantlıqdır. Mən öz məscidimə gedirəm, sən öz kilsəvə gedirsən. Nə sən mənə daş atmırsan, nə mən sənə daş atmıram. Öz inancını yaşayırsan, mən də öz inancımı yaşayıram. Bir şərtlə, toxunma mənə. Mənim əleyhimə iş görmə. İslamın əleyhinə söz demə. Bunu eləsən qıcıqlandırarsan insanları, bunu eləsən təhrik eləyərsən insanları. Amma bəzi cərəyanlar gəldi, neynədi, təhrik elədi. Bizim içimizdə problemləri çox addı. Ona görə də yad cərəyanlar bu torpaqlara ayaq açan gündən məzhəblər və dinlər arası problemlər çoxaldı, konfliktlər artdı. Amma həmd olsun Allaha ki, şükür Allaha ki, artıq o problemləri geridə qoymağı bacardıq. Amma var gücümüzlə çalışmalıyıq ki, o dini dözümlü mühiti, tolerantlıq adını qoyuruq, nə başqa nə deyiriksə ona deyək. Əsas odur ki, o bir-birimizə qarşı dini dözümlü mühiti qoruyub saxlamağı bacarmalıyıq. Müzakirəyə açıq olmalıyıq, söhbətə açıq olmalıyıq. Bu yaxınlarda keçən illəri Dini Komitənin təşkilatçılığı ilə Fərqliliyin Rəngi adlı bir festival keçirildi Bakıda. Expo mərkəzində. Deməli, həmin mərkəzdə mən iştirak edirdim. Çox maraqlı mənim üçün yadda qalan və qeyri-adi bir şey oldu. Qoy sizə danışım qısa olaraq. Deməli, həmin tədbirdə, festivalda Azərbaycanda yaşayan bütün ənənəvi dini məzhəb nümayəndələri iştirak edirdilər və hərəsi üçün bir stend ayrılmışdı. Hərə öz kitablarını orada qoyub, hərə öz mədəniyyətindən get sual ver, danışsın sənə, dinindən danışsın, dünya görüşündən danışsın. Məsələn, mən orada çox fərqli dinlərin nümayəndələri ilə təqribən 2 saatdan yuxarı söhbət elədik. Nə o məni söydü, lənətlədi, nə mən onu söydüm. Rahat-rahat oturmuşuq, o öz dinindən danışır. Mən də onun öz fikirlərinə haradasa iradım var, rahat deyirəm. O da mənə bildirir ki, məsələn, mən də İslamda bunu başa düşə bilmirəm, mən də onu izah eləyirəm. Onun dinində başa düşmədiyimi də o çalışır mənə izah eləsin. Krishna şüuru dini icması ilə oturdum, söhbət elədim orada. Nə qədər, məsələn, onların içində çox savadlı insanların olduğunu gördüm, düzgün insanların olduğunu gördüm, dürüst insanların olduğunu gördüm. Bir nümunə çəkirəm, məsələn. Mən hansısa bir dini tərifləmirəm, sadəcə onların nümayəndələrinin bu düzdür, atdan hansısa bizə qarşı, İslam'a qarşı, müsəlmanlara qarşı iş görənlər var, bunu heç kim danmır. Hər yerdə olub, bizdə də var. Atdan İslam əleyhinə iş görənlər var, yalandan üzümüzə gülüb arxada başqa şey eləyənlər var. Bunlar olub, mən demirəm ki, yoxdur, var. Amma heç olmasa biz zahirən bir-birimizə qarşı hörməti qorumalıyıq. Yəni, heç kim qıraqdan baxıb deməsin ki, müsəlman zalımdır. Müsəlman imkan vermir heç kimə. Müsəlman, düzdür, bizdə şükür Allaha ki, tarixən olmayıb. Millətimiz o qədər qonaqpərvər olub, o qədər çox dözümlü olub, o qədər çox insanpərvər olub ki, bu şeylərə yol verməyib bizim Azərbaycan xalqı. Çalışmaq lazımdır o köhnə kişilərin o yaşatdığı o gözəl ənənəni biz də yaşadaq, biz də davam elətdirək. Mənə məsələn nə qədər xoş gəlir, Allah şahid edirəm, o qədər xoş gəlir ki, misal üçün mən Cəfəri məzhəbindəyəm, bir Hənəfi məzhəbində olan insan gəlir məsciddə bizimlə birgə namaz qılır, ya gəlir oturur xütbəyə qulaq asır, ya gəlir oturur burada bir Quran oxuyur, kənardan baxanda insana çox xoş təsir edir. Bu mehribançılıqdır, bunu qorumaq lazımdır. Amma ölkələr var ki, mən misal çəkirəm sizə, şəxsən mənim özümə bunu danışıblar, ərəb ölkələrindədir. Getdik bir məscidə, daxil olduq, dedik namaz qılmaq istəyirik. Qapıda bizdən nə soruşsalar yaxşıdır? Hansı məzhəbdənsiz? Hansı adam qapıdan içəri girəndə biz ondan soruşmuşuq məzhəbin nədir? Deyir, bizdən soruşuldu ki, hansı məzhəbdənsiz? Dedik, Cəfəri.
Dedilər ki, qardaş, bura məsələn filan məzhəbin nümayəndələrinindir. Burada heç, təsəvvür əhl-i-sünnənin özünün də bir neçə fiqhi məzhəbi var. Məsələn, Hənəfi, Maliki, Şafii, Həmbəli. Deyir, bura məsəl üçün tutaq ki də Şafiilərindir, ya məsələn Həmbəlilərindir. Həmbəlilər qoymur bura heç Hənəfilər gəlsin namaz qılsın. Deyir, dəhşətə gəldi ki, necə öz əhl-i-sünnə qardaşınızı, deyir, yo, burada biraz problem çıxır deyənə qoymurlar. Tez qılın, çıxın, görməsinlər sizi. Görsələr, Allah acılayarlar, bir ağır söz deyərlər, ya bir xəsarət toxundurarlar. Deyir, mat-məəttəl qaldıq ki, bu necə yerdir, necə yəni məscidin məzhəbi olur? Məscid də hansısa məzhəbə malik olur. Nə vaxtdan belə bir şey çıxdı? Dedi, hə, belə deyir, biz Azərbaycana fikrimiz gedib. Bizdə necə gözəl, rahatdır. Bütün məzhəb nümayəndələri gəlir, çox rahat ibadətini eləyir, itaatini eləyir. Bir şərtlə də dediyim kimi, qarışma məscidin işinə. Məscidin rəsmi axundun işinə qarışma, mane olma oradakı ibadətə və s. və ilaxır. Gəlsin burada istənilən İslam məzhəbinin nümayəndəsi namazın qılsın. Bizim işimizə qarşı manəçiliyi törətməyənə qədər biz ona heç nə eləməyəcəyik. Heç bir ağır söz deməyəcəyik. Əksinə, nə soruşsa cavab da verəcəyik, nə istəsə xidmətində də duracağıq. Bu ənənə yaşanmalıdır, yaşadılmalıdır. Allah bizim Azərbaycanımızı hər cür dini zorakılıqdan, dini radikalizmdən qorusun inşallah. Asayişimizi, mehribançılığımızı qorusun. Həmişə bizim millətimizin, xalqımızın, nümayəndələrin bir-birinə mehriban eləsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fesalli li rabbike venhar. İnne şaniyeke huvel abtar.